səni çox istəyirəm, sən mənim istəkli balamsan. Tək mənim tələbəm deyil, həqiqətən də mənim oğlum. Mən hara gedəndə, hası verişi gedəndə Emin haqqında danışıram. Bütün tələbələrim kimi Emini xüsusi çox istəyirəm. Çünki Emin istənməyə layiq şagirddir. Emin bir dərsləri çox olduğuna görə mənim yanıma gəlmədi, yaya qalmaq istəyir. Amma Emini öz sıralarımızda görmək mənim üçün bir ayrıcalıqdır. Çünki Emin mənim dərsimdə olan düzünü çox rahat hiss edirəm. Elə bil ki, mənim köməkçim kimidir. Allah hamıya Emin kimi bir oğul versin, boya boşatan olsun. Onun gələcəyi haqqında da çox narahatam. İstəyirəm ki, yaxşı yerlərdə olsun. Bax, görürsünüz, mən həqiqətən də tələbələrimin hamısının ailəsindən verəyəm, vaxtaşır gedirəm. İkinci dəfə bura gəlirəm. İnşallah gələn dəfə Tərmin xanım, evimizdə sizi gözləyirik. Ailəlikcə. Olar? Bir dəfə də Allah qismət olsun, müstə girəsin, onda xüsusi tamam, çox yaxşı qonaqlar. Mənim boynuma ayrı, nənəm boynuna ayrı. Çox sağ olun. Çox sağ olun. Məni evimizə dəvət elədiyiniz üçün. Sizə də əziyyət verdim, amma hər şey çox gözəl idi. Tüm müəllimlərə qapımız açıqdır.